38-ci ilin boz üzünü sizin ailənizdə görüb. Atanızla əminizi həbs ediblər. Deyəsən onları Üzeyir bəy xilas edib. 38-ci ildə o repressiya dövründə atamla əmimi həbs edildilər. Söz verdilər ki, yaydılar ki, Əhməd xan, Məmməd xan deməli İran şahının agentləridir. Burada İran muğamlarını təbliğ edirlər. Məsələn, nə? Bayat Şiraz. Deyir, bizi Şiraza aparır. Bayat-ı Kürd, Bayat-ı İsfahan. Atam deyir, bana adlarına göre deyirsiniz, değişin. Elin Bayat-ı Kakanoviç, Bayat-ı Varaşilov olsun da. Ben ne deyirəm? Deyir, gülüşürlər. Hoşum, həbs edəndən sonra NKVD'ye geldi, evi yok yedi. Hiç şey tapmadı. 2 otaqda yaşayırdık. Şayə yazmışlar ki, Əhməd Bakıxanın evində kişilərlə arzu qədər. 2 otaqda yaşayırdık. Arzu qədər. İran şahının məktubu, silah. Anam gedir qonşuluqda, Üzeyir bəy. Axı bunların siyasetle hiç əlaqəsi yoxdur. Deyir, kızım, NKV'de yok deyəndə akt var, deyir var çıxartdı. Bomboş. Hiç şey yazılmıyor, tapmadı. Deyir, ben bir vagonda Mircəfər Bagırov'la Moskvaya geləm. Ben onu çatdıracağım. Arkayla. Taksiri yoktursa onu bırakacak. Yola düşəndə Üzeyir Bey yaxınlaşır. Deyir, yoldaş Bagırov. Konservatördə mənim 2 müəllimim həbs olunub. Kimlərdir? Deyib başkan olar. Atam solakay çalardı. Yegane adamdı ki dünyada solakay çalandı. Deyir, solakay çalan Əhməd xan tanıyıram. Köməkçini çağırır ki, Moskvadan qaydan kimi işi delanı getirmemi qabağıma koy. Özüm bakacağım. Bakan kimi Üzeyir Bey deyir ki, bulanın taksiratı bırakaraq. Üzeyir Bey bize şad haber dedi ki, ay Mərsuma xanım anam için gözünüz aydın. Üzeyir Hacı Bey dediğini yerine getirdi.